Bilirsiniz, bax, bayaqdandan da narahatam. Həqiqətən də sözün əsl mənasında çox narahatam. Narahatçılığın səbəbi ondan ibarətdir ki, mən kimdənsə nəsə gözləyirəm sanki. Ona da səbəb yəqin ki, odur ki, proqnoz olunmayan bir şey, yəni gözlənilməz bir şey baş verəndə mən sınıram da elə bil ki. Məsəl üçün, dünən hər şey əla idi. Dünən mənim kefim yaxşı idi da, belə deyim. Amma bu gün yəni üzgünəm də, üzgünəm. Gəzirəm ki, bax, kimdənsə olan gözləntimi aşağı salaq da, özümü çox rahat hiss edirəm. O gözləntilər insanı incidir. Ümumilikdə də, yəni bu həyatda gözləntin az olsun. Yəni özün üçün yaşayasan, yəni özün üçün nəfəs alasan, özün üçün ayağa qalxasan, özünü yuxarılarla deyil, aşağılarla müqayisə eləyəsən. Nə bilim, sən rahat olmayınca heç nə gəlməyəcək də. Xeyri yoxdur. Neynirsən elə, gərək özündən rahat olasan da.